Selam herkese. Bugün sizlerle hizmet üzerinde yarattığımız alış üzerinde elektron faktura yaratılmasını öğreneceğiz. Gelin başlayalım. Bunun için neyinirik? Alış üzerinde faktura yaradılırsa alış bölmesine daxil olmalıyıq. Ama görürük ki burada hələ ki heç bir bizim alış üzerinde fakturamız yoxdur. Onun için yuxarıdakı alış hissəsini klikləyirik və aşağı alışları kitabın tərtib edilməsinə gəlirik və burada alınmış hesab fakturası var. Ona klikləməklə beləcə bir pəncərə açılır və görürük ki, hesab faktura alınmışlar, yəni aldığımız mallar üzərində biz qaymə kəsəcəyik. Bunun üçün əlavə etmək düyməsini sıxırıq. Əlavə etmək düyməsini sıxmaqla artıq belə bir pəncərə açılır və artıq biz elektron faktura yaradırıq. Bunun üçün neyinirik? İlk öncə kontragenimizi seçməliyik ki, təsəvvür eləyək ki, biz reklam şirkətindən, yəni aynadan biz reklam xidməti aldıq və indi onun ödənişini etməliyik. Ona görə də bu üç düyməni sıxaraq gəlirik öz papkamızı tapırıq və burada digər kontragenlər var və digər kontragenlərə daxil olanda ayna reklamcını klikləyirik və görürük ki, avtomatik olaraq müqaviləsi də düşdü. Deməli, doğru seçmişik müqaviləni. Və sonra neyinirik? Yuxarı hissədə tarixini qeyd etməliyik. Biz nə vaxt almışıq? Gəlin əvvəlcə baxaq biz alış vaxtımıza. Deməli ayın 20-si almışıq. Ona görə də hesab fakturanı da təsəvvür eləyək ki, ayna bizə elə ayın 20-si göndərib. Deyir ki, elə ayın 20-si də pulumu ver. Ona görə də elə ayın 20-sinə yazırıq. Yazaq 01-20-2025. Yenə də qeyd etdiyim kimi burada ay, gün, yerin dəyişə bilər. Sizin kompüterdən asılıdır. Sonra gəlir bu hissə, daxil olan hissə. Daxil olan hissədə o deməkdir ki, ayna bizə nə vaxt göndəribsə, onun çıxartdığı qaymə sənədi üzərində nə vaxtdasa tarix, onu qeyd etməliyik. Biz özümüzdən vaxt qeyd edə bilmərik. Ola bilər, misal üçün, ayna bizə ayın 20-si göndərsin və xidməti ayın 21-i versin. Və biz pulu 20-si ödəmişik. Amma belə bir şey var ki, biz onu ayın 21-i yaza bilmərik. Bir sözlə, ayna nə vaxt sənədləşdiribsə, sənədləşdirmə nömrəsində, sənədləşdirmə tarixində biz eyni ilə yazmalıyıq. İndi birinci gələn hissə sənədləşdirmə nömrəsidir. İndi təsəvvür eləyək ki, bu 01-20-2025 kimi yazıb. Güya bu invoice nömrəsidir. Və tarix olaraq da elə bunu yazıb. 1-20-2025. Yəni ayın 20-sinə qayməni də kəsib və bizə göndərib ki, ödəniş edin. Sonra gəlir düzəldilmə nömrəsi. Düzəldilmə nömrəsi odur ki, tutaq ki, biz göndərmişik, tələsmişik. Ayın 19-u göndərmişik ki, biz istəyirik ki, pulu ödəyək, sabahda sizdən xidmət alacağıq. Amma ayna şirkəti deyir ki, elə bir şey yoxdur. Mən ayın artıq 20-si vurmuşam və bilirik ki, qaymələr də vergi tərəfindən nəzarətə götürülür. Yəni bu gəlir kimi tanınır və ona uyğun bizə artıq vergi verir. Ona görə də deyir ki, ayın 20-sinə vurmuşam. Ona görə də sən dəyiş, mənə elə nə vaxt yazmışamsa sənədimdə, o vaxtda da qeyd edin. Ona görə də əgər elə problem olarsa, onun üçün mütləq şəkildə sizə geri bildiriş göndərməlidir o. Həmin o bildiriş əsasında harada problem varsa, o üzərində dəyişiklik edə bilərsiniz. Təkcə bu tarix olmaya bilər. Ola bilər məbləği səhv yazıbsınız. Onun yenidən düzəliş edib sonra göndəribsiniz. Bu zaman düzəliş etməni klikləyib bura mütləq şəkildə yazmalısınız ki, ayın, yəni düzəldilmə nömrəsini yazmalısınız. Nə vaxt düzəliş edibsiz, onu yazmalısınız. İndi bizdə iş dəfəti deyə buna ehtiyac yoxdur, bunu klikləmirik. Və sonra gəlir bura, artıq görürük ki, burada misal üçün müqaviləmiz də düşdü, onu dəyişməyə ehtiyac yoxdur, avtomatik düşür. Sonra gəlir burada vergi hesab fondu, yəni nömrəsi. Burada bunu klikləməklə artıq biz görürük ki, daxil olmaya görə var, avansa görə var, korrektora görə var, alış üçün komitənin avansına görə. İndi bizə daxil olmaya görədir, yəni biz məhsul alırıq ona görə. Və belə bir də burada bir hissə var ki, bu ƏDV-li olan hissədir. Əgər biz məhsulumuzu alış edən zamanı orada qeyd etdim ki, mütləq şəkildə o qiymətlə valyutada bir ƏDV-li olan işarəni götürməliyik ki, sonra problem olmasın. O nə problemi ola bilər? Bax, burada problem ola bilər. Biz əgər o işarəni saxlasaq və elə bir ƏDV-ni, sonra biz elə bir
fakturasız ödəsək, o zaman avtomatik olaraq bu ƏDV-siz hesablayacaq onu. Yəni ƏDV-də bizdə problem yaranacaq. Əgər o problem yaranmasın deyə, 2 dəfə hesablamasın deyə mütləq şəkildə bunu klikləmək lazımdır ki, o özü avtomatik olaraq birisi hesablasın, bizim ƏDV-mizi ayrı hesablasın, məbləğimizi ayrı. Klikləyirik ki, bu özü hesablayacaq. Sonra düşürük aşağı hissəsinə. Aşağı hissəsində də artıq bizə məlumat gəlir ki, sən nə üzrə alırsan, neynirsən, yəni bu hesabatın nə üzrədir. Bunun üçün biz burada görürük ki, böyle bir pəncərə var. İstəsəz bura klikləyib əlavə edə bilərsiniz. İstəsəz bunu klikləyib silə də bilərsiniz. İndi bizdə bir dənə alış olub deyə xidmət alışı. Onu klikləyirik və burada aktivləşir. Sonra gəlirik T yazılan hissəyə, klikləyirik və burada artıq bizə məlumat verir ki, nə almısan, yəni nə üzrə bu hesabatı yaradırsan. Biz görürük ki, burada kontragenlə əl hesabı hesablama sənədi var, GMA var, mallar, xidmətlər mədaxili. Bax, bu mallar alanda da, yəni faktura yaradanda da, xidmət yaradanda da mütləq bunu seçməsən. Digərən oxuyuruq ki, bizə aidiyyət yoxdur, mallar və xidmətlər mədaxilidir. Mütləq şəkildə bunu klikləyirik, mal alışında da eyni bu qaydada gedir və görürük ki, bizdə burada bu formada yaradılıb, yəni satın alma və sonuncu yaradılan budur. Çünki biz ayın tarixini yazdıq deyə ona uyğun çıxdı. Əgər ayın tarixini yazmasaydıq, məsəl üçün ayın 1-nə yazsaydı, onda digər malımız çıxacaqdı. İndi bizə bu lazımdır. Ayın tarixinə görə çıxdığına görə gördüyümüz kimi eyni uyğunluq bunu göstərir. Yəni xidmətimizi. İndi xidmət üzərində də 2 dəfə klikləyirik, avtomatik olaraq düşdü. Görürük ki, bizə cəmi olaraq göstərir ki, 354 manatdır. Yəni bunun 54 manatı ƏDV-dir, qalan digər 300 manatı isə olacaq bizim öz malımızın qiyməti. Və sonra gəlir burada məsuliyyətli şəxs. Məsuliyyətli şəxsdə qeyd etdiyimiz kimi olduğu kimi qalır. Dəyişmək istəsəz bu 3 düyməni sıxırıq və burada hər hansı bir şəxsi ya əlavə edə bilərsiniz, ya da seçə bilərsiniz. Sonra gəlir şərh hissəsinə. Şərh hissəsinə də gəlin bu müqavilənin nömrəsini yazaq və bu müqavilənin nömrəsində bura yapışdıraq ki, yəni bu üzrə aparır. Bizim əməliyyatımız bu üzrə olacaq. Əməliyyatın növü. Əməliyyatın növü də ki, burada avtomatik olaraq özü düşür. Yəni 01, 0, məsəl üçün burada yazılıb ki, malların və yaxud da xidmətin alışıdırsa 01, burada özümüz seçirik ki, 01-dir. Sonra gəlir kağız daşıyıcısı yoxsa elektron formada. Əgər bunu məsəl üçün sizə kağız formasında göndərərsə və yaxud da siz göndərərsinizsə, o zaman kağız formasını seçirsiniz. Yoxsa əgər istəsəz elektron formadadırsa, elektron formada edirsiniz. Və indi biz təsəvvür eləyək ki, kağız formasında edirik və sonra nə edə bilərik? Yaddaşa verə bilərik OK ilə, yazmağa verə bilərik, sonradan düzəliş edə bilərik və yaxud da ki, bağlaya bilərik ki, istənilən faktor olsun. Və yaxud da bizdə məsəl üçün rəhbərlik deyir ki, bizə çap elə göndər, görüm nə hesabı vermisən. O zaman bu çapı klikləməklə bizdə beləcək faktura olur, klikləyirik və görürük ki, bunu OK sıxırıq əvvəlcə, ondan sonra artıq bu şəkildə bizə çap forması olur. Yəni, bizim bütün elektron qaymamız bu şəkildə olacaq. Gördüyümüz kimi reklam xidmətidir. Reklam xidmətini burada malın qiyməti 300 manatdır, ƏDV-lidir, 54 manat ƏDV-si ödəyəcəyik, cəmi olaraq 354 manat olacaq. Və burada bizim fakturamızın nömrəsini göstərdi, tarixini göstərdi və şirkətin adını göstərdi. İndi adresi yoxdur deyə biz adresini yazmamışıq bu aynanı, amma realda siz yazacaqsınız onu. Sonra onun nömrəsini göstərdi və bizim məlumatımız var burada. Məlumatımızın adresi də və s. kimi. Və burada valyutamız da var ki, AZ ilə göstərilir, yəni Azərbaycanda aparılandır. Və sonda olaraq burada məsəl üçün təşkilat rəhbəri imzası olacaq, baş mühasibin imzası olacaq və fərdi sahibkardırsa onun imzası olacaq və s. kimi. Bu şəkildə istəsəz burada çapı klikləməklə artıq bunu çapa verirsiniz. Yox, əgər çapa qoşulmayıbsa, o zamanı sürətin yaddaşa vurub kompüterin yaddaşına verə bilərsiniz. İndi biz bunu etmirik. Biz bunu sadəcə olaraq burada bu ox işarəsi ilə yaddaşa veririk ki, düşsün yaddaşa. Və gəlin indi DTK hissəsinə baxaq. Görürük avtomatik olaraq bizə bu vergi kimi tanıdı. Çünki qeyd etdiyim kimi
bizim bu hesab fakturamız hamısı vergi nəzarətində olur. Ona görə də bu şəkildə tanıdı və OK-yə sıxırıq və yenidən OK-yə sıxmaqla artıq biz elektron fakturamızı yaratdıq.